Evdən çıxanda niyyət elə ibadət niyyəti ilə get iş dalıcan. Ticarətin də ibadət olsun. Ticarətdə keçirtdiyin vaxt, dərsdə keçirtdiyin vaxt, işdə keçirtdiyin vaxt səmərəli olsun, dəyərli olsun. Ailə ilə oturub danışanda Allahın xoşu gəlsin deyə, xoşu gəlir deyə bu işi gör. Süfrədə çox otur, ömürdən getmir, hədislərdə var. Aram otur, vaxt ayır süfrədə, qaça-qaçla yemə, rahat ye, o vaxtı ömürdən saymırlar. Vaxtı sərf eləmək, yəni fəda olmaq. Bunu yadda saxlayın. Nəyə sərf eləyirsənsə, ona fəda olursan, özünü fəda eləyirsən. Bunu heç düşünmürsünüz ki, mən vaxtımı nəyəsə sərf elədimsə, yəni ömrümü ona hədiyyə elədim. Bir gün hesab aparılacaq, ömrün hesabı. Onda məlum olacaq ki, biz əslində neçə dəqiqə yaşamışıq. Yaşamaq bilirsiniz nəyə deyiləcək orada? Yaşamaq ömrün o hissəsinə deyiləcək ki, ondan səmərəli istifadə eləmişik. Allaha bağlanan saatları yaşamışıq, qalanlarını yaşamamışıq. Odur ki, 70 yaşda dünyadan köçən kişi 20 il yaşayıbsa böyük şeydir. Bizim məntiqimizlə, bizim yaşayış tərsimizlə.